Xəzər dənizinin Azərbaycan hissəsində yeraltı təkanlar baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçala rayonlarında 4, 3 bala qədər hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə hazırda daha güclü zəlzələ gözlənilmir. Lənkəranda baş verən zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir ki, cənub rayonlarında zəlzələ 3-4 bala qədər hiss edilib. Aprelin 8-i yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizində 70 km dərinlikdə 5,3 bal gücündə yeraltı təkanlar baş verib. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxta qədər Nazirliyə məlumat daxil olmayıb deyə açıqlamada qeyd olunur.